Yəqin ki, hər biriniz məktəb vaxtı mamalarınızın sizin dərsinizi dinləməyini xatırlayırsınız. Mən çox həyəcanlanırdım. Deyirdim, görəsən evə gedəndə mamam məndən razı qalacaq. Nələr deyib ümumiyyətlə müəllimlər mənim haqqımda. Düzdür, yaxşı şagird olmuşam və bu məni doğrudan da rahatladırdı. Amma bu günlərin mən nəyin fərqinə vardım? Uşaqları kənardan izlədim bir müəllim kimi və necə gərgin olduqlarını gördüm. Nələrsə dəyişib. Dəyişən nədir bilmirəm. Bəlkə valideynlərin onlara qarşı rəftarı, bəlkə uşaqların valideynlərindən gözləntiləri dəyişib. Mən bu günlərin şahidi oldum ki, bir valideyn uşağına dayanmadan, axı mən sənə öyrətmişdim, niyə dərsini bu gün yaxşı bilmirsən, danış da dərsini deyərək şiddət göstərirdi. Bu anda valideynləri də başa düşməyə çalışıram. Bəlkə düşünürlər ki, bunu edərək övladlarından dərsi tələb edirlər, onlara motivasiya verirlər. Amma inanın ki, uşaqlar çox narahatdır bu haldan. Siz övladınıza motivasiya vermək üçün bu şəkildə yox, daha fərqli üsullara əl ataraq bunu edə bilərsiniz. Əgər bunun yolunu bilmirsinizsə, əlbəttə ki, biz mütəxəssislərə yönələrək bunun da yolunu öyrənə bilərsiniz.